Ay, baxın görün, bu Rəsul Quliyevdir. Baxın görün nədən danışır. Rəsul Quliyev kişi alim olub, professor olub, tarixçi olub. Rusun mənbələri ilə danışır. Bir adam ki, Rus yoxdur, SSR yoxdur, gönə Rusun mənbəsi ilə danışır. Görün nə deyir. Deməli, İran, Rusiya əgər Azərbaycanı işğal eləməsəydi, görün nə danışır. Rusiya Azərbaycanı işğal eləməsəydi, İran işğal eləyəcəkdi Azərbaycanı. O da bu dəli nə danışır? Azərbaycanlı özünü işğal eləyir. Bu başa düşmür ki, İran Türk torpağıdır. 40 minlə 700 minin qədim Türk torpağı, 700 min Türk torpağı. İran, Azərbaycan Türk dövlətidir. Və Azərbaycanı özünü necə işğal edə bilər? Deyir, Azərbaycan düşəcəkdi İranın deməli, əlinin altına. Yaxşı da ki, Rusun əlindəyik. Belə insan ki, bir şey bilmirsən, ay kişi. Məmur olubdur, nə bilim, nazir olubsan, nə bilim, parlament sədrisən, nəysən. Ay kişi, pulun belə var. Yaşa yenə, sənin nə işin var Azərbaycanla? Sənin nə işin var Azərbaycanla? Bir şey ki, bilmirsən. Ala bu ermənilərə işləyir, Rusa işləyir, ay kişi. Nə bilim, zavodda işləyəndə televizor bağışlayır. Bəli, zavodda sənin aylığın 500 manatdır, sənə 300 manat verirdi. Düşüklə 300 manat verirdi. O 200 manata da götürüb sənə televizor verirdi. Sən də sevinirdin. Deyirdin, Rəsul Quliyev bizə televizor verirdi, mebel verirdi. Aylığın 600-700 məsələn olanda yazırlar sizə 300-400. O 200-300-ə də kiməsə yığılırdı, kvartira verərdilər, kiməsə xalacinlik verirdi, nə bilim. Mebel verirdi, maşın verirdi. Kül başımıza. Öz işlədiyin pula verib, öz işlədiyin pulu qaytarıb sənə. Halal pulu verib sənə, sən də sevinirsən ki, Rəsul Quliyev deyir, cibindən verirdi. Nə bilim, belə, nə bilim, belə millət, qardaş. Bu adam, deməli, nə qədər, bilmirəm, savadsızdır. Ana, savadsız deyim sizə. Bunlar, qırmızı diplomlu o savadsızlardır. Bax, bu adam odur. Bax, bu Rəsul Quliyev. Yəni, gör. Bir adam ki, deyər ki, sevinin ki, Rusiya işğalı yoxsa İran işğalına düşər. İran Azərbaycan dövlətidir. İran necə bizi işğal eləmir öz millətini? Sadəcə bir demir ki, bəli, Ruslar işğal eləyəndə Azərbaycana hakimiyyətə qaraçı farsları gətirir. Vatikanın yaratdığı xalqı Türkə qarşı. Rusdur, yenə də təkrar eləyirəm. Rus, Fələstin, Fars, qondarma, qaraçı fars. Bunları Vatikan yaradıbdır. Rusiyada, Türk torpağında, Rusun, Cənubi Azərbaycanda, Türk torpağında Farsı, Qərb Azərbaycanda Hayı gətirib hakimiyyətə. Yəni bunu Vatikan bütün hamısını başa düşdünüz. Rusiyada, yenə deyirəm, Türk torpağında Rus, Cənubi Azərbaycan, Qərb Azərbaycanda Farsdan erməni Türk torpağında gətirib Türkü məhv eləmək üçün ay işi neçə də verir? Sizinlə ilə də gələsiniz. Bu düşman nə işin var bizə? Niyə danışdırırsınız bizi? Qəsdən bunu eləyirsən. Bu xanım dünya çempionatında oturub
orada indi qardaşıyla, həyat yoldaşına baxın. Görün bu gözəl xanımın geyiminə baxın. Nə qədər gözəldir. Mən demirəm, ha, şortikdə də var oturanlar. Yəni qızlar. Bantikdə də otururlar. Amma bunun da üzü açıqdır. Yaylıqda gözəl əsl xanımdır. Sinəsi də örtülməyib. Buna siz pozğun deyə bilərsiniz, deyirsiniz. O Hüseynçi ki deyil ha, Şiyəyəm deyil. O buna pozğun deyər. Bax, bunun nə idi pozğun? Kişi də gözəl xanıma pozğun deyər. Biz Türklər, qardaş, siz ərəbsiniz deyəcəksiniz, aydın məsələdir. Türklər öz xanımlarından qorxmuyor. Eramızdan da əvvəl. Türklər xanımları kişilərdən qorxmuyor. Yəni heyvan deyil, vəhşidir. Və biz həmişə Türklər İrəvanda, Bakıda, Tiflisdə, bizim Türklərdən danışıram, ərəbdən yox. Tiflisdə, İrəvanda, Bakıda da mən yaşamışam. Nə var onu deyirəm. Dostlarımızın anasını görəndə küçədə, bacısını görəndə, dostunuz xanımı ilə çıxanda həyat yoldaşına, indi gözəl geyində, dizəcən, dizdən də lap yuxarı, sinəsi də açıq. Heç bir kişi yadıma gəlmir ki, kişilərdən danışıram, ya kişi, heyvanlardan yox. Biri demədi ki, bu nədir, tam geyində belə gözəl. Hamı kişilər fəxr edirdi ki, deyirlər, Həsən nə gözəl xanımı var, Allah sağ ol. Hələ baxın, Həsənin anası gəlir. Arifin anası gəlir. Mehmanın başçısı gəlir. Heç kəs deməz. Biz Türklər İrəvanda, Bakıda, Tiflisdə fəxr eləyirdik. Deyirdik ki, nə gözəl xanım. Hətta dostlarımıza deyərdik ki, nə gözəl arvad almışsan. Biz sağlam düşüncə ilə deyirdik. Biz heyvan deyildik ki, bunun arvadına göz qoyaq, bunun arvadının arxasına baxaq. Biz baxanda da deyirdik ki, nə gözəl xanım var, yaraşığı. Biz fəxr eləyirdik ki, Azərbaycanın oğullarının nə gözəl xanımları var, nə gözəl anaları var, nə gözəl bacıları var, nə gözəl qızları var. Biz Türk kişiləri, amma bu ərəb qayda qanunu girəndə hamı heyvanlaşır. Hamı arvadlarına pis baxır, hamı arvadının dalını güdür. Dalını güdürlər, çadranı geydir. Bu Türkə yaraşandır, çadıra nədir? Nəyini güdürsən? Bilirsiniz nəyini? Ərəb niyə güdür? Ərəb bilir ki, qardaşı ən alçağın birisidir ki, tutub başçısını, arvadını zorlayacaq. Ərəb bilirdi ki, bunun anasını görəndə atlanıb zorlayacaq. Bu heyvan bilir ki, ərəb və bu qarşı farslar bilirlər ki, ərəb xalqının kişiləri, Fars xalqının kişiləri heyvandırlar, manyakdırlar. Yəni, öz xalqının arvadlarını, qardaş, üzünü görəndə gedir zorlayır, kıçını görəndə gedir zorlayır. Ara bu, ona görə o qayda qanun bizə işləməməlidir. Biz Türklər öz xanımlarımıza gözəlliyi ilə, dostumuza da demişik. Nə gözəl onun arvadı gözəldir ki, mənim də arvadım gözəl olsun. Mənim də xanımım gözəl olsun. Biz birbirimizin arvadlarına Türklər baxmamışıq ki, göz qoyaq, belə eləyək. O, Bakıda var idi, Sovetkidə,
Ərəbdən olanlardan danışıram. Sovetskidə o ərəbdən olanlar Xaxın arvadının dalına gelib baxırdı. Xaxın arvadını dağa qoyurdu. Öz arvadını gedib qəfəsdə saxlayırdı. Bax buydu bu. Mən ona görə deyirəm ki, fəxr eləyin. Biz türkük. Kadınlarımıza pis baxmırıq. Biz heyvan deyilik. Genel deyirəm. Biz ərəb deyilik, heyvan deyilik ki, bizim millət, kişilərimiz heyvan deyil ki, arvadlarına pis baxmalı. Kişi niyə öz xalqından qorxur? Qeyrətli kişi öz xalqının kişisindən qorxar. Qeyrətli kişi öz xalqının kişisinin etibar eləməz, küçədə getsin, gözəl geyinir. Əgər etibar eləmirsə, bu nə qeyrətdir, bu nə kişilikdir? Qeyrətli xalqın kişisinin ölkəsində kadın gəzə bilməsin, nə onda millət? Onda heyvanıq. Mən də deyirəm, türklər heyvan deyil. Unudun bunu.